Sayılar bölməsindən 74-cü sualın həllinə baxaq uşaqlar. Toplayıcı linzadır. Toplayıcı bu isə səpici linzadır. Səpici. Deməli, bizə sistemin ümumi dioptriyasını verib nə qədər? 3,5. Digər tərəfdən səpici linzanın, baxın buranı F2 deyək, tutaq ki buna da F1 deyək. F2 fokus məsafəsini nə qədər verib? Mənfi 40 cm verib. Yəni mənfi 40 cm nə qədərdir? 0,4 metr. Daha sonra toplayıcı linzanın optik qüvvəsini, yəni D1 məndən soruşur ki, D1 nəyə bərabərdir? Biz sistemin ümumi dioptriyasını, yəni linzanın optik qüvvəsini tapmaq üçün ayrı-ayrı optik qüvvələri toplamalıyam. Yəni D1 ilə D2-ni toplamalıyam. İndi mənə F2-ni verdiyi üçün mən gəlin D2-ni ayrılıqda tapım. D2 bərabərdir 1 bölünsün F-ə. Yəni 1 bölünsün 0,4-ə, daha doğrusu mənfi 0,4-ə. Bu deyilir mənfi 2,5. Daha sonra buradan D1'i tapsam D1 bərabərdir D çıxılsın D2. Yəni D1 bərabərdir. D-nin qiyməti nə qədərdir? 3,5 çıxılsın mənfi 2,5. D1 də bərabərdir. 3,5 ilə 2,5'i toplayacaq. Eləcək 6 DPTR. Yəni dioptriya. Doğru cavab variantı A bəndidir.